Sxemi tamamlayın. Qazan xan, 1-ci Təhmasib, Nadir şah. Vergi islahatı keçirmələri. Qazan xanın vergi islahatı var. 1-ci Təhmasibin də tamğa vergisini ləğv etdiyinə görə vergi islahatını sayırıq. Nadir şah da vergi barəsində islahat keçirmişdir. Yəni bu bizim düzgün cavabımızdır. Digərlərinin niyə səhv olduğuna baxaq. Hərbi donanmanın yaradılması bu hökmdarlardan heç birinə aid deyil. Nadir şah belə bir istəyi olsa da bunu yarada bilməmişdir. Azərbaycan tarixinin ilk hərbi donanmasını Azərbaycan Xalq Cümhuriyyəti yaratmışdır. Ona görə bu səhvdir. Yam adlanan rabitə dayanacaqlarının yaradılması Qazan xana aiddir. Bu hər üçü üçün ortaq cəhət ola bilməz. Yeni sülalənin əsasının qoyulması da yalnız Nadir şaha aiddir. Əfşarlar sülaləsinin əsasını qoyubdur. Nə Qazan xan, nə də 1-ci Təhmasib yeni sülalənin əsasını qoymayıb. Onlar müvafiq olaraq Hülakilər, yəni Monqol mənşəli idi Qazan xan. 1-ci Təhmasib isə Səfəvilərin nümayəndəsidir. Yeni dövlətin yaradılması da yenə nə Qazan xan, nə 1-ci Təhmasib yeni dövləti yaratmayıblar. Onlar həmin dövlətin, Qazan xan Hülakilərin, 1-ci Təhmasib isə Səfəvilərin sadəcə olaraq hökmdarları idi, yaradıcıları deyildi. Düzgün cavabımız A variantı.